Əgər şəkərin varsa, şəkərli diabet xəstəliyindən əziyyət çəkirsənsə, mənə diqqətlə qulaq as. Çünki sənə önəmli bir məlumat verəcəm. Havalar soyuyur, şəkərli diabeti olan insanların bir mövzusu aktuallaşır. Qardaş, mən soyuqladığım zaman, qrip olduğum zaman hansı paraşokdan istifadə edeyim ki, şəkərimi qaldırmasın? Çünki istifadə olunan əksər paraşokların tərkibində saxaraz olduğu üçün, yəni şəkər, istifadə olunanda şəkər qalxır kəllə çarxa. Deməli, ekrandakı ürəyi qızart, ətraflı izah edeyim. Yaxınlaşırsan aptekə adipamol paraşok alırsan. Bu paraşokun tərkibində saxaraza yoxdur, bez saxarazadır. Burada da qeyd olunub. Saxaraza olmadığı üçün istifadə olunduğu zaman şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlarda şəkəri qaldırmır və soyuq dəymənin bütün əlamətlərini aradan qaldıraraq qripi yüngülləşdirir. Elə ilk istifadədən təsirini göstərir. Ölkənin bütün apteklərində əl satandığı olmasa belə əzaclarımızdan xahiş edin, zakas verib gətirsinlər. Adipamol paraşoku dietada olan insanlar, ümumiyyətlə şəkəri sevməyən insanlar belə rahatlıqla istifadə edə bilər. Həmçinin də adi qrip tutan insanlar da rahatlıqla istifadə edə bilər. Bu cür faydalı videoların davamı üçün profilin üzərində üstəgələr işarəsi qoymuşam. Ona toxunun ki, sağlamlığının qeydinə qalan əzacınız balıq olanla hər zaman sağlam qalasınız.